Və aleykumsalam və rəhmətullahi və bərəkətuhu. Həmçinin qardaş sual verdi ki, atam 1994-cü ildə dünyasını dəyişib, qəbrini açıb yanına oğlunu dəfn etmək olar. Yəni əsl olan budur ki, yəni hər kəs bir qəbirdə dəfn olunur. Əsl olan budur. Yəni şəriətin bizə buyurduğu budur. Sadəcə yəni bəzi zəruri hallar olur. Məsəl üçün yəni qədim zamanlarda İbn Həcərin vaxtında yəni taun xəstəliyi yayılmışdı və milyonlarla insan dünyasını dəyişmişdi o xəstəlikdən və onları yəni bastırmağa yer olmadığına görə, hər kəsi yəni xüsusi bir yerdə bastıra bilmədiklərinə görə insanları bir yerdə bastırmışdılar. Və yaxud da ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Uhud döyüşündə ölən şəhidləri bir yerdə bastırmışdı. Yəni bu zəruri hallarda belə olur, amma yəni ehtiyac olmadıqca, yəni qəbri açıb, yəni yanına kimisə dəfn eləmək olmaz, icazəli deyil. Bu yəni ölünün haramlarından sayılır, ona olan hörmətdən sayılır. Aydındır? Və Allah Teala buyurur ki: "Və laqad kerramna bani Adəm." Biz deyik ki, Adəm övladını hörmətli etdik. Yəni bu hörmətli dedikdə həm dünyada aiddir, həm onun qəbirdə olan həyatına aiddir, dəfn olunmasına aiddir. Aydındır? Və ona görə ehtiyac yoxdursa, yəni məsləhətdir ki, açmamaq. Çünki açdığın zaman ola bilər ki, məsəl üçün onun meyitindən, onun cəsədindən bir hissə qalsın. Aydındır? Ona toxuna bilərsiniz, ona əziyyət verə bilərsiniz. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də buyurur ki, ölüyə olan əziyyət diriyə olan əziyyət kimidir. Əgər məsəl üçün oradan yəni qəbir qazıldığı zaman əgər torpaq, yəni orada dəfn olunan kimsənin üzərinə torpaq tökülsə, daş düşsə, ya nə bilim ona hər hansısa bir şeylə, alətlə əziyyət olsa, sanki bu diriyə olan əziyyət kimidir. Ona görə məsləhətdir ki, yəni qəbrin yəni addelini, yəni xüsusi olaraq qazılması, yəni bir yerdə bastırılmaması.